Salam, siyasi baxış verilişi efirdədir. Bugünkü qonağımız millət vəkili, hörmətli Azərbaycanlıdır. Xoş gördük. Hoş gördük. Yəni bilirsiniz ki, Azərbaycan xarici siyasəti xüsusilə Avropa İttifaqı, həmçinin ABŞ-la münasibətlərində müəyyən qədər soyuq münasibətlər baş vermişdir. Bununla hazırda Almaniyada Azərbaycanla artıq yeni bir qaz müqaviləsi bağlayıb. Mən ABŞ-da da, məsələn, Trump'ın xarici siyasətində də Cənubi Qafqaz siyasəti müəyyən risk varidir. Sizcə, bundan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edəcək, yoxsa yenə də bu Ermənistan-Azərbaycan sülh məsələsində Avropa İttifaqının Ermənistanda mülki missiya, yarım hərbi ittifaq, yarım hərbi birləşmə saxlayır orada. O da sülh prosesinə ziddir. Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdırmı və bundan sonra Azərbaycan-Avropa İttifaqı arasında hər hansı bir problem ola bilərmi? Azərbaycan-Avropa Şurasına orada yenidən mandatı tanına bilərmi? Amerika-Azərbaycan münasibətlərinə yanaşanda biz iki formatdan baxmalıyıq. Evet. Birincisi Biden hakimiyyəti dövründəki Amerika, ikincisi isə Trump hakimiyyətindəki Amerika. Biden hakimiyyəti dövründəki Amerikanın Azərbaycana qarşı ikili standartlara yanaşmaları var idi. Və o cümlədən Azərbaycan Ermənistan arasında uzun sürən münaqişədən sonra yaranmış bir yeni reallığı da qəbul olunmasında da yanaşmalar başqa idi. Və bu baxımdan Azərbaycan-Amerika münasibətlərində çox soyuq bir münasibətlər formalaşmışdır və tarixin demək olar ki, minimum səviyyəsinə düşmüşdür. O cümlədən Biden hakimiyyəti dövründə dövlət katib Antony Blinken'in Ermənistanın baş naziri və Avropa İttifaqının komissiyası sədri Ursula von der Leyen'lə bir yerdə Avropada bir söz görüşməsi də baş tutmuşdur və o söz görüşməyə görə Amerika Birləşmiş Ştatları Ermənistana yardımlar göndərilməlidir. O cümlədən hərbi dəstəyin göstərilməsi də nəzərdə tutulmuşdur. Həm də ki, Azərbaycana yenidən 907-ci düzəlişin qüvvəyə qaytarılması bu Biden hakimiyyətinin Azərbaycanla olan münasibətin göstəricisi idi. Onlar qərəzlə Azərbaycana yanaşırdı və Azərbaycanın uzun illərdən sonra ərazi bütövlüyünün təmin edilməsini, qələbə əldə edilməsi, suverenliyin tam şəkildə bərpa olunmasını həzm edə bilmədi. Donald Trump 97-ci düzəlişi. Donald Trump'ın hakimiyyətə gəlişindən sonra isə təbii ki, Donald Trump Biden'ın yolunu tutmadı. Cənubi Qafqaza münasibətdə siyasətini dəyişdi. O cümlədən Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər də yeni bir mərhələyə qədəm qoymuş oldu. Və bugün demək olar ki, Azərbaycan-Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər yüksək səviyyədə davam etməkdədir. Necə ki, Trump'ın əvvəlki hakimiyyəti dövründə də Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri yaxşı idi, strateji münasibətlər səviyyəsində yüksəlmişdir və bugün də yenidən Amerika Birləşmiş Ştatları Azərbaycan münasibətləri yeni bir mərhələ qədəm qoyur və inkişaf edir. Və bu da iki ölkə arasında həm iqtisadi əlaqələrin inkişafında da görülür. Yəni Amerikadan bizim ixalımız artıq, bizim Amerika Birləşmiş Ştatlarına məhsullarımızın, mallarımızın ixracına başlanmışdır. Siyasi müstəvidə fikir ayrılıqlar artıq yox dərəcəsindədir. O cümlədən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın 28 may günündə dövlət başçılığına göndərdiyi məktubunda da Azərbaycan-Amerika münasibətlərinin hansı səviyyədə olduğu haqqında da bir fikir formalaşdırır və bu bir daha deməmizə imkan verir ki, bugün Amerika Birləşmiş Ştatlarının Azərbaycan arasında münasibətlər yeni bir mərhələdə öz inkişaf dövrünü yaşayır. Avropa İttifaqı ilə münasibətlər isə bu münasibətlərdə də artıq görürük ki, müəyyən qədər pozitivə qarşı dəyişikliklər baş verməkdədir. Bir müddət əvvəl, yəni Amerikada Biden hakimiyyəti olduğu dövrdə Azərbaycana Avropa İttifaqının da münasibəti ikili standartlardan idi. Çünki o cümlədən o vaxtı Avropa İttifaqının beynəlxalq məsələləri üzrə komissarı John Borrell'in qərəzli açıqlamalar Azərbaycana dəfələrlə səsləndirilmişdir. Həm də ki, baxmayaraq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanmışdı.
ve bu memoranduma uyğun olaraq Azərbaycan Avropa İttifaqı qazının artırılmasını həyata keçirir. Avropanın enerji təhlükəsinin təmin edilməsində əsas aktorlardan birinə çevrilmişdir. Amma buna baxmayaraq bir müddət əvvəl isə Avropa İttifaqının, Avropa Komissiyanının Azərbaycana münasibətində bu qərarlı müşahidə olunurdu. Və məhz Azərbaycan Avropa Parlamentində Azərbaycana olan münasibətin qərarlı münasibətin göstəricisi olaraq Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında bəyanat səsləndirərək tərk etmiş oldu. Və bugün də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini göndərmir və Avropa İttifaqının və Avropa Şurası Parlament Assambleyasının ədalətli mövqeyini gözləyir. Buna baxmayaraq Avropa İttifaqı Azərbaycan münasibətləri də inkişaf edir və onu xüsusilə vurğulamaq istəyirəm. Avropa İttifaqının beynəlxalq məsələlər üzrə yeni təyin olunmuş komissar da Azərbaycanda səfərdə oldu. Cənab Prezidentin görüşləri keçirildi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin daim müzakirələr aparıldı. Bugün Avropa İttifaqına Azərbaycan tək neft və qaz yox, yaşıl enerjinin ixracı ilə bağlı da məsələlər müzakirə edərək razılıqlar əldə olunmuşdur. Azərbaycan bu istiqamətdə böyük layihələrə imza atıb və yaxın dövrdə Azərbaycan artıq Qaradənizin dibi vasitəsilə Avropaya yeni bir yaşıl dənizin inşası prosesinin də iştirakçısı və təşkilatçısı kimi biz görəcəyik. Yəni bütün bunlar onu deməyimizə imkan verir ki, Avropa İttifaqının Azərbaycan arasında münasibətlər də eyni ilə yenidən yeni bir müstəviyə keçir. Və hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasında ermənilərin əlaltısı olan bəzi deputatlar öz münasibətlərini dəyişərlər və ədalətli mövqe sərgiləyərək öz ərazilərinin suverenliğini təmin etmiş, beynəlxalq hüquq normalarını yüksək səviyyədə riayət etmiş Azərbaycan kimi bir dövlətə yanaşmalarını dəyişərlər və Azərbaycan parlamentin üzvləri də əgərlər bu yanaşmanı dəyişərlərsə, yenidən təbii ki, Avropa Şurası Assambleyasında yenidən də üzvlüyünüzü orada davam etdirməklə başlayacaq. Aydındır. Beynəlxalq Avropa Məhkəməsi ilə də bağlı müəyyən problemlər olub. Sizcə bu Azərbaycan əgər Avropa Məhkəməsinin qərarlarını dayandırsa, bu hüquq sistemində, Azərbaycan-Avropa sistemində Avropa İttifaqına yeni problemlərə gətirib çıxara bilərmi? Biz Avropa İttifaqından, Avropa Şurasından, Avropa Parlament Şurası Assambleyasından Azərbaycana olan yanaşmalarının dəyişilməsini istəyirik. Biz Avropa Məhkəməsinə hər hansı bir iradımızı bildirmirik. Avropa Məhkəməsinin qəbul etdiyi qərarları biz qəbul edirik və onların icrasını da təmin edirik. Amma Avropa Şurası Azərbaycana olan münasibətini dəyişməsə, o cümlədən Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti olmasa, təbii ki, Avropanın digər qurumlarında da bizim fəaliyyətimiz şübhə altına düşə bilər. Bu baxımdan Avropa Şurası Parlament Assambleyası da öz baxışlarını dəyişməli və Azərbaycanın müvafiq qurumlarda təmsil olunmaqda davam edilməsi üçün o ədalətli mövqeyi sərgiləyəcəkdir. Nazir müəllim, bilirsiniz, Rusiya Prezidenti köməkçisi Medinski Rusiya-Ukrayna müharibəsi fonunda keçmiş Qarabağ məsələsini də gündəmə gətirdi və Qarabağa mübahisəli ərazi kimi təqdim etdi və Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə olunarsa, bu ərazilər də mübahisəli olar və deyir ki, Ukrayna növbəti mərhələdə hücum edə bilər Qarabağ prezidenti kimi. Rusiya prezidentin köməkçisinin belə bir yanaşması demək əsas verir ki, Rusiya hələ də bu ərazini mübahisəli ərazi kimi tanıyırmı və növbəti mərhələdə Ermənistanda yenidən revanşist qruplar hakimiyyətə gətirər, yenə də Qarabağ məsələsini gündəmə gətirər. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin açıqlaması tamamilə kökündən yanlışdır. Çünki birinci ilk olaraq Medinskinin Ukraynanın əraziləri, Azərbaycan ərazilərini eyniləşdirmək və müqayisə etmək kökündən düzgün olmayan bir məntiqdir. Çünki Ukrayna əraziləri, hansı ki, bugün müharibə aparılır, Ukraynanın suveren əraziləri beynəlxalq səviyyədə tanınmış ərazilərdir və o ərazilərdə müharibə aparılır. Amma Azərbaycan əraziləri isə, Azərbaycanın işğaldan azad etdiyi ərazilər isə onun beynəlxalq səviyyədə tanınmış ərazilərdir, suveren ərazilərdir.
və Rusiyanın özü də Azərbaycan ərazi bütövlüyünü tanımışdır və bu gün də bu ifadələri dəstəkləyir. Və onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ərazilərində mübahisəli ərazi olmamışdır. Qarabağ heç vaxt mübahisəli ərazi olmuyor. Medinski ya bunu bilmir, ya da bilərəkdən bunu ifadə eləmir. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu ərazidə mübahisə məsələsi predmeti yoxdur. Sadəcə olaraq 30 il ərzində ermənilər Azərbaycan ərazilərini işğal etdi, işğal altında saxladı. O cümlədən ermənilər işğal edəndə ərazilər tək işğal etmədilər. Onun arxasında duran havadarlar onları dəstəklədilər və işğal etdilər və işğal prosesinin 30 il davam etməsində də onlar arxalarında dayandılar. Çünki Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunmuşdur və bu qətnamələrin icrası üçün ATƏT Minsk qrupu yaradılmışdır. 28 il fəaliyyət göstərən ATƏT Minsk qrupu qətnamələrin icra edilməsi istiqamətində heç bir addım atmadı və bu Minsk qrupunun həmsədrlərdən biri də Rusiya idi. Əgərləri Rusiya və digər iki həmsədri ölkə Ermənistana vaxtında təsir göstərsəydi və ədalətli şəkildə münaqişənin həll olunmasına təsir olsaydı, təsir etsəydi, fəaliyyətdə olsaydılar, heç müharibə edilməsinə də 44 günlük vətən müharibəsinə də heç ehtiyac qalmazdı. Azər müəllim, bir məsələ bu baxımdan Medinskinin yanaşmaları kökündən yanlışdır. Bu həm də ki Rusiyanın siyasətində görünən və alt siyasət olduğunu göstərir. Görünən siyasətdə Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycanla əməkdaşlıqdan danışır, alt hissədə isə yenidən erməniləri dəstək verən, erməniləri ruhlandıran ifadələr işlədir. Ancaq dövlət rəsmiləri belə ifadələri işlətməkdən çəkinməlidirlər. Aydındır. Bir də RIA Novistdə bir xəbər yayıldı ki, Azərbaycan təklif verirlər ki, biz necə Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıqsa, Rusiyada Ukraynanın işğal etdiyi əraziləri Xersonda, Zaporojyeda, Luqanskda, Krımda Rusiya ərazisi kimi tanımalıdır. Belə zidd belə Azərbaycan təklif verirlər. Təbii ki, bu Azərbaycanın buna getməsi əlbəttə ki, real deyil. Amma Rusiya tərəfi bunu niyə təklif etsin? Çox maraqlıdır. Digər strateji müttəfiqlərinə deyil, Azərbaycana bunu təklif edir. Yəni, mən Qarabağı tanıyıramsa, sən də bu əraziləri tanır. Qarabağı Rusiya tanıdı, tanımadı. Azərbaycanın suveren ərazisidir. Bu BMT səviyyəsində tanınmış ərazidir. 91-ci ildə Azərbaycan SSR dağılaraq Azərbaycan müstəqilliyə qovuşanda Azərbaycan ərazi bütövlüyü çərçivəsində həm Qarabağ, həm də ki ermənilərin 30 il işğal altında saxladığı 10 min kvadrat kilometr ərazi Azərbaycan suveren əraziləri kimi təsdiq olunmuşdur. Və BMT-nin qətnamələri də Azərbaycanın əraziləri suveren olduğuna görə qəbul edilmişdir. Amma Ukrayna ərazisi isə bugün Rusiya silahlı qüvvələri tərəfindən tutulmuş ərazilər, yəni də Ukraynanın suveren əraziləri, BMT səviyyəsində tanınmış ərazilərdir. Və bu baxımdan Azərbaycan beynəlxalq hüququ tapdalayaraq Rusiyanın xoşuna gəlmək üçün o ərazilərin Rusiya ərazisi kimi tanınması düzgün yanaşma da olmazdı və bu mümkün bir şey deyil. Aydındır, bilirsiniz, Azər müəllim, beynəlxalq siyasətdən danışdı, xarici siyasətdən danışdı. Müəyyən məsələn, daxili məsələlərə də müəyyən bir vaxt ayırıb. Bilirsiniz, nərdəsin parlamentdə işığın, qazın tarif planı ilə də bağlı belə bir qərar qəbul olundu. Bu, müəyyən qədər anlaşılmazlıq yaratdı. Qiymətlər qalxır, yoxsa qalxmayacaq, ya mən işlətməyəcəmsə, niyə mən pul verməliyəm? Bu, sosial vəziyyətin müəyyən qədər, bilirsiniz, rayon yerlərində də sosial vəziyyət o qədər də yaxşıdır. Amma bu müəyyən qədər problemlər əhali sosial vəziyyətinə müəyyən problemlərin yaratmasına gətirib çıxarılmayacaq. Bunun hər hansı bir müsbət istiqamətdə hər hansı bir qərar verilmirmi və ya limit çoxalsa, qiymətlər aşağı düşür. Əlbəttə onu qeyd etmək istəyirəm ki, parlament bir qərar hələ qəbul olunmuyor. Sadəcə olaraq qanun layihəsi daxil olunan müvafiq komitəyə, müvafiq komitə müzakirədən keçib və parlamentin növbəti iclasında müzakirə üçün təqdim olunur. Və qanun layihəsi 3 oturumdan keçəcək və parlament tərəfindən müzakirələr zamanı bu qanun layihəsi müsbət hesab olunarsa qəbul olunacaq. Hələ ki qanun layihəsi qəbul olunmuyor və bu layihə formasındadır və müzakirələrdədir. Digər tərəfdən isə Azərbaycanda müxtəlif sahələr üzrə islahatlar həyata keçirilir. O cümlədən xidmət sahələrində də bu islahatlar keçirilməkdədir və qaz təchizatı haqqında
təqdim olunmuş yeni qanun layihəsi də bu islahatların tərkib hissəsidir. Yəni xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi, daha keyfiyyətli xidmətlər vətəndaşlarına təmin edilməsi istiqamətində addımların atılması və bu bazanın yaradılması nəzərdə tutulur. Və yeni müzakirəyə çıxarılmış qanun layihəsində cəmiyyət tərəfindən çox müzakirə olunan məsələlərdən biri sabit tarifin müəyyənləşməsi ilə bağlıdır. Bu sabit tarifi o qədər də böyük bir məbləğ olmayacaq. Sadəcə olaraq hər bir abonentin hər ay ərzində ödəyəcəyi bir məbləğdir ki, balaca bir məbləğ olacaq ki, bu da abonent olaraq ödəməklə həmin xidmət sahəsində xidmət növlərinin, yəni elektrik enerjisinin və yaxud da ki, qazın təminatının həmişə yüksək səviyyədə təmin edilməsi üçün maliyyə təminatının yaradılması məqsədi daşıyır. Yəni, sabit tarifin sərf olunacaq enerjinin miqdarıyla bir aidiyyatı yoxdur. Vətəndaş sayğac üzrə nə sərf edəcəksə, sayğac üzrə sərf etdiyi sərfiyyatın sərfiyyat şəklində ödəyəcək. Amma sabit tarifi isə əlavə olaraq sərfiyyatın üzərinə gələ hər ay ödəyəcəkdir. Yəni, qanun layihəsi qəbul olunacağı təqdirdə qüvvəyə minəcəkdir. Və buradakı vətəndaşın bu sahədən istifadə edib edilməməsinin asılılığı olmayaraq, onun evdə olub-olmamasının asılılığı olmayaraq, hər ay sabit tarifi ödəməli olacaq. Çünki həmin ərazidə vətəndaş olub-olmamasından asılı olmayaraq, bütün təminatlar aktiv şəkildə saxlanılır və xidmət göstərilir və ödəniləcək sabit tarif də həmin xidmətin təşkilin davam etdirilməsi, yüksək səviyyədə davam etdirilməsi məqsəd daşıyır. Və həm də ki, yeni qanun layihəsində, yəni müzakirə çıxarılacaq yeni qanun layihəsində xidmətin keyfiyyəti də əsas müzakirə mövzusudur və yeni qanun layihəsində nəzərdə tutulmuş satışla məşğul olacaq başqa bir şirkət o qazı nəql edən və topdan satışı həyata keçirən şirkətlər qarşısında qazın, elektrik enerjisinin keyfiyyəti ilə bağlı və yaxud vətəndaşlara hər hansı bir ziyan dəyərsə, bu ziyanın ödətdirilməsi ilə qarşıda məsələlər qaldırma hüququ qazanacaqdır. Yəni, bu hesab edirəm ki, islahatların tərkib hissəsi olaraq cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, gələcəkdə bu müsbət tərəflərini biz görəcəyik, mən bunu hesab edirəm. Həm də qanun layihəsi müzakirə olunub, qəbul olunarsa dərhal qüvvəyə minmir. Qanun layihəsinin bir neçə müddəası 2026-cı ilin 1 yanvarından qüvvəyə minməsi nəzərdə. Müəyyən bir hissəsi 27-ci ildən və tam şəkildə isə 2028-ci ilin ikinci yarısından qüvvəyə minməsi nəzərdə tutulur ki, bu da müəyyən bir vaxt ərzində həm cəmiyyətin ona adaptasiya olunması, həm infrastrukturun formalaşdırılması, həm qanunda nəzərdə tutulmuş müəyyən pərakəndə satış şirkətlərinin yaradılması prosesi ilə paralel olaraq davam edəcək. Bilirsiniz, təbii ki, bu qaz məsələsi, həmçinin sərfiyyat işıq məsələsində müəyyən bir problemlər olur, əhali də qiymətlərin artımından müəyyən qədər narazıdır. Olmazmı? Məsələn, limit ləğv olunsun və qiymətlərdə də biraz əhalinin xeyrinə, lehinə arası bir qərar qəbul olunsun. Xalq da, əhali də, biz də əhalinin içində qeyd edir ki, bütün qərarlar demək olar ki, bizim yanımızdadır və siz də hakim partiyanın parlamentdə deputatsınız. Bütün qərarlar xalqın əleyhinə deyil və humanizm üzərində qurulmuş qərarlardır. Və hesab edirəm ki, bu məsələdə də bir vahid yanaşma ortaya qoyulacaq. O cümlədən qazın satışı da bugün limitlərlə olsa da, yaxın gələcəkdə limitsiz və orta bir qiymət formalaşdırılaraq, həm də vətəndaşların məqbul olunacaq bir qiymətdə əhaliyə satışını Siz Qusarın deputatısınız və orada qış tez gəlir, tez gec gedir. Bu məsələni qaldırırsınız. Bu məsələni dəfələrlə bizdə seçkilərin tərəfindən bizim qarşımızda qaldırırlar və biz də eyni ilə həm parlamentdə, həm mətbuat orqanlarında bu məsələni səsləndirmişik. Biz bilirik ki, dağlıq rayonlarda qışın sərtliyi daha da yüksəkdir, mövsümdə sərt mövsümün ömrü də daha uzundur və bu baxımdan dağlıq və iqlimi sərt olan ərazilərdə qazın güzəştli şərtlərlə
satılmasını, yəni istehlakçılara güzel şərtlərin satılmasını yəni bizlər dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Çünki orada yaşayan insanların da vəziyyəti biz nəzərə almalı olduğunu hesab edirik. Təşəkkür edirəm. Azər müəllim dəvətimizi qəbul edib gəldiniz. Hörmətli tamaşaçılar, siyasi baxış verilişinə baxdınız. Bugünkü qonağımız millət vəkili hörmətli Azər Qadamov.